Bu gün artan azalan funksiya və eyni zamanda cüt və tək funksiyaların izahına birlikdə baxırıq. Başlayaq artan funksiyalarla. X çoxluğunda arqumentin böyük qiymətlərinə funksiyanın böyük və yaxud da ki, kiçikdirsə, kiçik qiyməti uyğun gələrsə, bu zaman biz bu funksiyaya artan funksiya deyirik. Məsələn, hər hansı bir x1, x2 belə ki, x çoxluğuna daxildir götürürük. Əgər x2 x1-dən böyükdürsə, fx2 də fx1-dən böyükdür. Yəni və yaxud da ki, tərsi. Bu artan funksiyaya uyğundur və qrafik üzrə OX boyunca sağa, OY boyunca isə yuxarı bizim üçün artan funksiyadır. Məsələn, fx artandır. Deyir ki, qiymətlərindən ən böyük və ən kiçiyini tapın. Deməli, bizə verilib f2, f-5, məsələn, başqa nə idi? f3, f0. Dedik ki, əgər x1 x2-dən böyükdürsə, o zaman fx1 də eyni zamanda fx2-dən böyük olmalıdır. Yəni bu mötərizədə duran ədədlərdən hansı böyükdürsə, elə funksiyada da həmin ifadə daha böyük olacaq. Yəni f3 böyük olacaq ən böyüyü, f-5 olacaq ən kiçiyi. Burada da verilib. Azalan funksiyada isə tərsinədir. Yəni arqumentin böyük qiymətinə funksiyanın kiçik, arqumentin kiçik qiymətinə funksiyanın böyük qiyməti uyğun gələcəkdir. Məsələn, burada verilib x2 x1-dən böyükdürsə, bu zaman fx1 daha böyük olmuş olur və yaxud da ki, tərsi olacaq. Burada səhv düşüb, fx azalandır. Azalandır. Deməli, burada o x oxu boyunca sağadır, o y oxu boyunca isə aşağı şəkildə olmaqla azalan funksiyadır. Deməli, burada səhv yazılıb, burada sola olmalıdır. Sola. Məsələn, deyir ki, fx azalandır, qiymətlərinin ən böyük və ən kiçiyini bizə deyir ki, seçin. Baxın, fx azalandırsa, yəni biz dedik ki, x1 x2-dən böyükdürsə, bu zaman fx2 daha böyük olacaq fx1-dən. Bizə verilən ədədlər hansılardır? f2, f7, f-1, f0. Deməli, f7 ən kiçik olacaq, f-1 isə ən böyüyü olacaq. Burada da verilib. Artan və azalan funksiyalara biz ciddi monoton funksiyalarda deyirik. Və monoton funksiyalardan, yəni artan və azalan funksiyalardan, əgər fx artandırsa, onun üzərinə hər hansı bir ədəd əlavə eləsək, hər hansı bir sabit əlavə eləsək, yenidən artan olaraq qalacaq. Məsələn, 5x funksiyası artan funksiya olsun. Məsələn, 5x plus 3 də eyni şəkildə artan olacaqdır. Məsələn, mənfi 5x funksiyası azalan funksiyadır. Onun üzərinə məsələn 7 gəlsək, yenidən bu azalan olacaqdır. Fx-də əgər hər hansı bir sabitə vursaq, artan olanda, bu zaman müsbət bir ifadəyə vururuqsa, yenidən artan olacaq. Əgər mənfi bir ifadəyə vururuqsa, azalan olacaq. Məsələn, x-i məsələn 1-ə vursaq, baxın yenə 1-ə vurmaq, məsələn 2-ə vuraq, 2x yenidən artan funksiya olacaq, amma mənfi 2-ə vursaq, bu artıq azalan funksiya olacaq. Və yaxud azalandırsa, biz müsbətə vursaq, yenidən azalan olacaq, mənfiyə vursaq, yenidən artan olacaq. Yəni, biz vurduğumuz ədəd mənfi olarsa, yalnız artan və ya azalandırsa, əksinə çevrilir. Əgər müsbət bir ədədə vururuqsa, olduğu kimi qalacaq. Məsələn, mənfi 2x-i indi yenidən, məsələn, nəyəsə vursaq, məsələn, mənfi bir ədədə vursaq, mənfi 2-yə vursaq, olacaq 4x. Bu artıq artandır. Amma məsələn 2x-ə vursaq, mənfi 4x yenidən olacaq azalan funksiya, yəni olduğu kimi qalacaqdır. İndi tək və cütə keçməmişdən bunlara aid bəzi suallara baxaq. Topludandır. Bütün ədəd oxunda azalan funksiyadır. Deyir, hansının qiyməti ən kiçikdir. Azalan funksiyada şərtimiz oydur ki, arqumentin deməli, böyük qiymətinə funksiyanın kiçik qiyməti uyğun gəlməlidir. Yəni, f9, arqumenti 9, digər ədədlərdən daha böyük olduğuna görə, yəni burada funksiyanın qiyməti daha kiçik olacaq. Və artan funksiyada isə demişdik ki, arqumentin böyük qiymətinə elə funksiyanın böyük qiyməti uyğun gəlir. Yəni, yenidən cavabımız f9-dur. Hansı funksiya bizə deyir ki, azalandır? D variantına baxsaq, məsələn, qiymət verək, x-ə 4 versək, cavabımız mənfi 2 olacaq, 6 versəksə mənfi 3 olacaq. Ancaq mənfi 2 mənfi 3-dən böyükdür. Biz arqumentin qiymətini artırdıq, amma funksiyanın qiyməti azaldı. Deməli, D variantı azalan bir funksiyadır. Yenidən bizə
4'də də azalan funksiyanı soruşur. Məsələn, D-yə baxın. D-yə baxsaq, məsələn, x-in yerinə 9 qoysaq, 9 qoymaq, 3 qoyaq. Mənfi 3 çıxılsın 2 eləyəcək, mənfi 5. X-in yerinə, məsələn, bir dənə qoyaq, 12 qoysanız, eləyəcək, mənfi 6 çıxaq 2, mənfi 8. Baxın, 12 3-dən böyükdür, amma mənfi 5 mənfi 8-dən böyükdür. Yəni, arqumenti artırdıq, amma funksiyanın qiyməti azaldı. Deməli, bu azalan bir funksiya olacaq. Yəni, yenidən D variantı tapdıq. Deyir ki, bütün ədəd oxunda artan fx funksiyasının qiymətlərindən hansı ən böyükdür? Artan funksiyası arqumentin böyük qiymətinə funksiyanın böyük qiyməti uyğun gəlməlidir. Baxsaq, bu birdən kiçik ifadədir. Bu da eyni şəkildə birdən kiçikdir. Birdən kiçikdir. Bu da birdən kiçikdir. Bu da 1'dir. Amma bu baxırıq ki, 2-dən böyük bir ifadədir. Yəni, B daha böyük olacaq. Deyir, bütün ədəd oxunda azalan funksiyanın qiymətlərindən hansı ən böyükdür? Burada amma demişdik ki, arqumentin böyük qiymətinə funksiyanın kiçik qiyməti uyğun gəlməlidir. İndi hansı ən böyükdür deyirsə, arqumentin ən kiçik olduğuna baxmalıyıq. Məsələn, bu 0,75'dir. Burada 0,5'dir. Burada 0,2'dir. Deməli, C daha böyük olacaqdır. Baxaq 14'də bizə deyir ki, funksiyası üçün hansı münasibət doğru deyil. İndi baxırıq ki, bu funksiya, məsələn, 3 üstü 40 böyükdür, yoxsa 0 üstü 40, təbii ki, 3 üstü 40, yəni bu doğrudur. C-yə baxsaq, yenidən 3 üstü 40, 2 üstü 40-dan böyükdür. Y-yə baxsaq, sizi mənfi olması çaşdıra bilər, amma qüvvətimiz cüt olduğu üçün, yəni mənfi 2 üstü 40, 2 üstü 40-a ekvivalentdir, yəni yenidən Y variantı doğrudur. B variantına baxsaq, elə bil ki, bunu 3 ilə 2 kimi də təsəvvür edə bilərsiniz. Yəni, cüt qüvvətdə mənfi müsbətin artıq önəmi qalmır. B də doğrudur. Ancaq D-yə baxsaq, mənfi 4 üstü 40, yəni dedik ki, 4 üstü 40-a bərabərdir. 4 üstü 40 da təbii ki, 2 üstü 40-dan böyükdür. Yəni, D variantında yanlışlıq var. 15'də isə hansı münasibətin doğru olduğunu soruşur. Burada artıq qüvvətimiz tək olduğuna görə, burada mənfi müsbət olmasının fərqi olacaq. Məsələn, mənfi olan ifadə heç zaman müsbətdən böyük ola bilməz. C qalsın. Y-yə baxaq. Y də eyni şəkildə. B-də də mənfi 3 yox, mənfi 2 daha böyükdür. 0 da eyni formada. 4-dən kiçikdir. Yəni, C variantı doğrudur. Artan və azalan funksiyadan ümid edirəm ki, artıq heç bir sual qalmadı. Bir də burada bu məqam var ki, fx artandırsa onun tərsi azalandır və yaxud da azalandırsa tərsi artandır. İndi isə cüt və tək funksiyalara baxırıq. Cüt funksiya nədir? Təyin oblasti koordinat başlanğıcı nəzərən simmetrik olan funksiya üçün istənilən x, deməli burada funksiyadır, üçün f mənfi x fx-dir. Yəni, burada əsas budur. Bu cüt funksiyadır. Məsələn, fx bərabər x kvadratına baxaq. F mənfi x fx-ə bərabər. Çünki mənfi x-in kvadratı x-in kvadratıdır. Və bu cüt funksiyadır. Cüt funksiyanın qrafiki, baxın, bu da vacib məqamlardan biridir. Y oxuna nəzərən simmetrik olur. Burada nümunələrimiz var. Bəzi cüt funksiyalar, məsələn, y bərabər c, yəni sabit funksiya, üstü qüvvətlərdə üstü cüt olan funksiyalar, yəni qüvvəti cüt olan funksiyalar, modul x funksiyası və trigonometrik funksiyalardan isə yalnız kosinus x funksiyasıdır ki, cüt funksiyadır. Qalan sinusdur. Baxın, burada da var. Sinusdur, tangens, kotangens, hamısı tək funksiyadır. Tək funksiyamız bəs nədir? Tək funksiyada da yenidən f mənfi x, burada artıq mənfi fx-ə bərabərdir. Yəni, burada işarənin önəmi var, amma cütdə yox idi. Məsələn, burada f x kubuna baxır. F mənfi x qoysanız, mənfi x-in kubu ilə mənfi x kubudur. Yəni, bu mənfi fx-ə bərabərdir. Və burada isə ən vacib məqamlardan biri də odur ki, bu koordinat başlanğıcı nəzərən simmetrikdir. Məsələn, burada tərs funksiyanındır, kubik funksiyanın və s. qrafikləri verilib. 0 ədəd tək funksiyanın təyin oblasına daxildirsə, f0 0-dır. Məlumdur bu. Bəzi tək funksiyalar, baxın, qüvvətin üzərində əgər, deməli, qüvvətin üzərində əgər tək qüvvətlər varsa,
yəni dəyişənin və yaxud nəyinsə üzərində tək qüvvət varsa, bu tək funksiyadır. Y bərabərdir k bölək x funksiyası, yəni tərs funksiyadır. Və yaxud da kökdə tək deməli dərəcələr durarsa, bu da tək funksiyalardır. Və indi bu da əsas məqamlardandır, çox düşür. Əgər y bərabərdir 0 funksiyasının təkli və cütlüyünü soruşsa, həm tək, həm cüt olan yeganə funksiyamız y bərabərdir 0 funksiyasıdır. Cüt funksiya ilə burada tək funksiyanın bəzi xassələri var. Məsələn, təklə təkin cəmi və ya fərqi təkdir. Məsələn, x kubu funksiyası dedik ki, x-in əgər qüvvətlərində tək bir qüvvət varsa, tək bir ədəd varsa, bu zaman bu tək funksiyadır. Sinus x-də tək funksiya olduğuna görə bunların cəmi və yaxud fərqi təkdir. Cüt funksiyaların fərqi və cəmi cütdür. Məsələn, 8 də cütdür, kosinus x də dedik ki, cütdür, bu da yenidən cütdür. Və bunların əgər fərqi və cəmi həm təklə cütün fərqi və cəmini sorsa, nə tək, nə cütdür. Məsələn, x kubu üstəgəlsin modul x. Təklə təkin hasili cütdür. Məsələn, x-5 təkdir, bu da deməli təkdir, bu da cütdür. Alınan nəticə, yəni alınan funksiya cüt funksiyadır. Cütlə cütün hasili cütdür. Təklə cütün hasili təkdir, təkin təkə nisbəti cütdür, cütün cütə cütdür, təkin cütə, yəni burada hamısı var. Təkin tək qüvvəti təkdir, təkin cüt qüvvəti isə cütdür. Cütün də qüvvəti, istənilən qüvvəti cütdür. Və bu da bu qədər idi. Bu izah bu qədər idi testdən. İndi testə keçək daha doğrusu. Funksiyalardan hansı nə təkdir, nə də cütdür. Baxın, indi gəlin baxaq. Məsələn, y bərabərdir x funksiyasına baxaq. Bərabərdir x funksiyası sabit bir funksiyadır. Sabit funksiyalar biz dedik ki, baxın, cüt funksiyadır. A variantı getdi. B-də baxın, deməli dərəcədə cüt ədəd var. Bu da demişdik ki, cüt funksiyadır. C-yə baxsaq, x-i kök altda x-ə vurur. Yəni tək funksiya ilə deməli cüt funksiyanın hasilidir. Təklə cütün hasili də bizə tək verir. Yəni bu da yəni təklik, cütlüyü araşdırıla bilir. Y də eyni zamanda təkdir, amma D-nin araşdıra bilmirik. Deyir hansı tək funksiyadır? Baxırıq ki, dedik ki, təklə cütün hasili baxın nə idi? Təklə cütün hasili tək idi. Bu indi tək funksiyadır, bu da cüt funksiyadır. Bunların hasili olacaq tək funksiya. Deyir hansı cüt funksiyadır? Modul x funksiyası. Yuxarıda da qeyd etmişdik. Baxın, burada da var, cüt funksiyadır. Deyir ki, hansı cüt funksiyadır? Bayaq da qeyd etdik ki, y bərabərdir modul x funksiyası cüt funksiyadır. Onun da qrafiki C-dədir. Ümid edirəm ki, faydalı bir izah olmuşdur. Gələn dərslərdə görüşənədək.